Qocalara burada yer yoxdur. Mən bu əyalətin şerifi olanda 25 yaşım vardı. Heç özüm də inana bilmirəm. Mənim babam da qanun keşikçisi olub, elə atam da. Bir vaxtlar ikimiz də şerif idik. Amma o planoda işləyirdi, mənsə burada. Məncə bundan çox fəxr eləyirdi. Eynən mənim kimi. Əvvəllər şeriflər yanlarında silah belə daşımırdılar. İndi kimə desən inanmaz. Məsələn, Jim Scarborough silah daşımazdı. Balaca Jim'i deyirəm. Comanche əyalətindən olan Gaston Boykins də silahsız gəzərdi. Mən həmişə qocalar haqda hekayələri dinləməyi xoşlayırdım. Bu fürsəti heç vaxt əldən verməzdim. İstər-istəməz özünü onlarla müqayisə eləməyə başlayırsan. İstər-istəməz fikirləşirsən ki, onlar bizim dövrdə necə yaşayardılar. Bir dəfə Hansuildə bir əclafı elektrik stoluna göndərmişdim. Özüm həbs eləyib, ona qarşı ifadə də vermişdim. O 14 yaşlı qızı öldürmüşdü. Qəzetlər yazırdı ki, hər şeyin səbəbi ehtirasdır. Amma Cani özü mənə etiraf eləmişdi ki, bunun ehtirasla əlaqəsi yoxdur. Sadəcə özünü tanıyandan bəri kimisə öldürməyi arzulayırmış. Əgər onu buraxsalar bunu bir də eləyər. Başa düşür ki, onu cəhənnəm gözləyir və ora ölümündən 15 dəqiqə sonra düşəcək. Heç bilmirəm indi bu haqda nə fikirləşim. Ağlıma heç nə gəlmir. İndi elə cinayətlər baş verir ki, səbəbini belə başa düşmək olmur. Mən heç nədən qorxmuram. Bilirəm ki, bu əyalətdə hər zaman ölümə hazır olmaq lazımdır. Amma başa düşmədiyim məsələlərlə mübarizə aparıb, həyatımı risk atmaq istəmirəm. Heç baş qoşmağa dəyməz. Əlini üzüb cəhənnəm olsun və sizin qanunlara uyğun işləyəcəm demək lazımdır. Bəli, sər. Mən elə indi gəlmişəm. Və? Şerif, onun yanında balon vardı. Oksigen balonuna oxşayırdı. Şılangı da muftadan keçirilmişdi, Şerif. Oksigen balonu? Nə boş-boş danışırsan? Mən heç nə bilmirəm. Gələndə özünüz də görəcəksiniz. Özün öhdəsindən gələ biləcəksən. Bəli, sər. Hər şey nəzarət altındadır. Salam. Nə olub? Zəhmət olmasa maşından düşün, sər. Əlinizdəki nədir? Zəhmət olmasa düşün, sər. Bu sizin nəyinizə lazımdır? Bir saniyə sakit dayana bilərsiniz. Zəhmət olmasa.